Bismillah. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. El-Kail. Ya eyyuhel Resulü belliğ ma unzile ileyke min rabbike ve illem tef'al fema belligte risalete. Vallahu ya'simuke minen nas. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. El-Kail. Belliğu anni velev ayeh. Amma ba'd. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilma. Demek kardeşler, kardeşimiz sual verir ki insan şer'i elmi almaktan ötəri nə etməlidir ki, həqiqətən o insan şər'i elmə yiyələnə bilsin. İmam Şafii rahiməhullahın gözəl bir şeiri ilə bizə başa salmaq istədiyi elmi qazanmağın yolları. Deyir ki, İmam Şafii rahiməhullah, أخي لن تنالوا العلم إلا بستة سأنبئك عن تفصيلها ببيان ذكاء وحرص واجتهاد وبلغة وصحبة أستاذ وطول زمان. Deyir ki İmam Şafii rahimehullah, kardeşim sen deyir elmə yiyələnə bilməzsən, elmi qazana bilməzsən, bu 6 şey olmadıkça. Birinci, zekaun. Zekaun, yəni insan şər'i öyrəndiyi elmi gərək əzbərləsin, zəkalı olsun, öyrəndiyini əzbər etsin. İmam Şafii rahimehullah, Allah ona rəhmət etsin, o qədər zəkalı olub. Hətta o qədər zəkalı olub ki, kitabı açanda 2 səhifə olur da, insanın qarşısında 2 səhifə olur. İmam Şafii rahimehullah o bir səhifəni oxuyanda o bir səhifəni bağlayarmış ki, çünkü o gördüğü sayfa anında onun beyninde ezber olup. Ona göre İmam Şafii rahimehullah o 2 sayfa açık olanda 2 sayfadan birini bağlayarmış ki sayfa gördüğü ezberlesin. O kadar zekalı olup Allah ona rahmet etsin. Yani zekalı olmak deyir İmam Şafii rahimehullah. Çünkü insanın öğrendiği, okuduqları çok olur. Ama yadında qalan bəzən nə olur? Əzbərlədiyi olur. Ona görə xüsusən də gərək uşaqlar balaca vaxtı alınan elm böyük olanda alınan elmdən qat-qat üstündür. Balaca vaxtında alınan elm barəsində nə deyir şairlərdən biri? Deyir ki, el-ilmu fis-sığari kən-naqşi aləl-həcəri el-ilmi fil-kibari kən-naqşi aləl-bəhri. Deyir ki, balaca vaxtında öyrənilən elm daşın üzərinə yazılan, nəqş edilən yazı kimidir. O daşın üzərinə yazılan, nəqş olunan yazı silinərmi? Əlbəttə ki, yox. O daşın üzərinə yazılan yazı illərlə, 10 illərlə, bəzən 100 illərlə yazı o yazı silinmir. Ona görə biz gərək övladlarımız olsun, yaxınlarımız, qohumlarımız olsun, onları təşviq eləyək ki, balaca vaxtından şər'i elm almağa, şəriət elmlərini öyrənməyə həvəsləndirək, təşviq edək. Çünki balaca vaxtında öyrənilən elm, böyüyəndə öyrənilən elmdən qat-qat əfsəl və qat-qat rahatdır. Çünki uşağın beyni böyüklərin beyni kimi deyil. Uşağın yaddaşı
Böyüklərin yaddaşı kimi deyil. Uşağın beyni ağappaq səhifə, ağappaq vərəq kimidir. O ağappaq vərəyə yazılan yazı, cızma qaralar olan, qapqara səhifələri qapqara olan dəftər vərəyi kimi olarmı? Əlbəttə ki, yox. Amma böyüyəndə öyrənilən elm, nə deyir şair? Deyir, böyük vaxtı, insan yaşlananda öyrəndiyi elm, dənizin üzərinə cızılan xət kimidir. Əgər dənizin üzərinə nə isə cızarsansa əlində qələmlə, ruçka ilə və ya bir odun parçası ilə, o görürsən su gələr, o yazıları, o cızma qaraları özü ilə bərabər aparar. Yəni ona görə biz gərək balalarımızı, övladlarımızı, əzizlərimizi, istəklərimizi, qardaş bacılarımızın övladlarını həvəsləndirək, qonşularımızın övladlarını, qohum əqrabamızın övladlarını həvəsləndirək ki, balaca vaxtı elm alsınlar. Çünki balaca vaxtı əzbərlənən, öyrənən elm, böyüyəndə öyrənən elm kimi deyil. Həmçinin elə olur ki, bəzən balaca vaxtı öyrənməyə, elm öyrənməyə insanda həvəs olur. Müəyyən səbəblər olur ki, o elmi alsın. Nə bilirsən ki, böyüyəndə sənə, balaca vaxtı sənin ələyin düşən fürsət, böyüyəndə sənin ələyin düşəcəkmi? Balaca vaxtı sənə dərs verməyə tapılan müəllimlər, dərs verən müəllimlər, sən böyüyəndə sənə dərs verməyə tapılacaqlarmı? Olacaqlarmı? Ona görə ən ağıllı insan o insandır ki, əlinə düşdüyü fürsəti anında, o vaxtında dəyərləndirsin. Gərək bizlər də balaca övladlarımıza balaca vaxtı elm almağa həvəsləndirək. Demək, ona görə balaca vaxtı alınan elm, böyük vaxtı o alınan elmlə qat-qat üstünü. Çünki balaca vaxtı həmçinin insanın hafizəsi də güclü olur. Böyüyəndə insanın böyüdükcə dərdləri, problemləri, sıxıntıları çoxalır. Eləsi olur, məktəb oxuyub qutarandan sonra nə bilim başqa şeylər fikirləşir, əskərə gedir, kişilərdən götürək. Əskərdən gəlir, evlənir, sonra iş axtarır, iş tapır, ailə, övladlar çoxalır, böyüyür, dərd, sər, ev, eşik, o yan, bu yan. Görürsən, elm almağa da imkan olmur, vaxt olmur, fürsət olmur. Hətta şəriətdən bilməsi vacib olan, zəruri olan elmi belə öyrənə bilmir. Öyrənmək istədiyi zamanda müəllim axtarır, müəllim tapa bilmir. Ona görə insan gərək imkan daxilində balacaları doğru düzgün şəri elmi öyrənməyə sövq etsinlər və övladları üçün, əzizləri üçün gərək dost doğru, həqiqi, necə deyim, Rəbbani alimlər, şeyxlər tapsınlar ki, övladlarına Qur'anı, sünnəni, ədəbi, əxlaqı öyrətsinlər. Dost doğru əqidəni, mənhəci öyrətsinlər. İkinci deyir İmam Şafii, sən deyir qardaşım, elmə yiyələnə bilməzsən, həris olmadıqca. Demək, insan elm almağa can atmalıdır, həris olmalıdır. Heç kim oturduğu yerində alim olmur. Heç kim anadan doğulub alim doğulmur. Anadan doğulanda alim doğulmur. Demək, insan o balaca vaxtı nə üçün balaca vaxtı aldığı elm almağa sövq edilir, həvəsləndirilir. Çünki balaca vaxtı insan elm aldıqca, yavaş yavaş elm alır. O balaca vaxtından elm aldıqca elmə olan hərisliliyi, elmə olan şirinliliyi, elmə olan həvəsi artır. Və o insan ki, balaca vaxtından elm alır, onun elmə olan həvəsi yaşlananda elm almağa olan həvəsindən qat-qat artıq olur. Qat-qat artıq olur. Ona görə insan elmə də nə zaman yiyələnir? Öyrəndiyini əzbərləyəndə. İkinci, İmam Şafii rahimehullah demişkən, elmə həris olanda.
Elə bil ki, insan elm aldıkça hiss etməlidir ki, mənim elmə olan ehtiyacım daha çoxdur. Daha çox əzbərləməliyəm. Daha çox öyrənməliyəm. Hələ mənim öyrənəcəyim şeylər çoxdur. İnsan nə qədər öyrənərsə, bir o kadar özünün elmi olan ehtiyacının çok olduğunu hiss eləyər. Həmçinin insan elm aldıkça, bakın, meyve ağacı bar verdikçe həmişə başını aşağı salır. Niye? Çünkü meyve ağacı üzerinde meyve olanda başı aşağı olur. Elm alan insan da gerek o bar veren meyve ağacına bənzəsin. Yoksa meyvəsiz uzana geden çınar ağacına bənzəməsin. Elm aldıkça insan gerek təvazökar olsun, başı aşağı olsun, alçak gönüllü olsun. Hissetsin ki mən daha çok elime ihtiyacım var. Mən heç nə bilmirəm. İnsan elm öyrəndikcə onu hiss eləməlidir ki, mənim elmə olan ehtiyacım daha çoxdur. Mənim bilmədiyim şey bildiklərimdən daha çoxdur. Təvazökar olmalıdır, alçaq gönüllü olmalıdır, özünü insanlardan aşağı tutmalıdır və bilməlidir ki, insan özü elm aldıkça nə qədər təvazökar olarsa, kim alçaq gönüllü olarsa Allahu Teala onu da ucaltar. Ona göre Peygamber sallallahu aleyhi ve sellem buyurur: "Men tevada'a lillah rafa'ahullah." Kim Allah için alçak gönüllü olarsa, təvazökar olarsa, başı aşağı olarsa, alçak gönüllü olarsa Allah onu ucaldar. Demek insan elm almağa həris olmalıdır. İkinci, elime can atmalıdır. Bugün burada Azerbaycan'da elm verecek müəllimlər var mı? Bəli, var. Başlangıçta burada elm verecek müəllimlər var. Bəli. Bak, onların dizinin dibinde çalışmalıdır, səy etməlidir. Lazım olarsa onların yanına getməlidir. Onların ağızlarından elmi almalıdır. Dizlerini dizlerine, onun yanında oturup ondan elm almalıdır. Bacardığı qədər. Necə ki bugünkü gündə fəsaddır ki insanın internetten kitaplar okumağı, internetten şeyhler tapıp özünün ders alması, bu özü bir həqiqətən bugünkü günümüzün bəlalarındandır. Müəllimi bilmir, müəllimi tanımır, kimdən ne elm alır onu bilmir. O zaman da aldığı elimin de həqiqi bəhrəsini, həqiqi aldığı o elimdən də bəhrələnmir. Səmərəsi olmur. Allah korusun. Ona göre insan elm aldığı müəllimini de bilməlidir ve aldığı elmi de dərk eləməlidir ki, mən hansı elmi alıram, mənə vacib olan hansıdır. Ve beləliklə insan elmi almasını artırmalıdır. Demek birinci, İmam Şafii rahimehullah deyir ki, kardeşim, elmə yiyələnə bilməzsən, bu 6 şey olmadıkça zekalı olmaq, yani əzbərləmək, öğrendiğimizi çalışıp ezberlemek. İkincisi, həris olmaq, can atmaq, tələb etməyi, səy göstermek. Vəştihədun. Üçüncü, çok çalışmaq. İnsan bilməlidir ki, rahat bədəninə elm gəlməz. Yatıp yuxlayıb, bütün günü yatıp yuxlayıb elmə yiyələnməz. Çalışmalıdır, çok çalışmalıdır, öyrənməlidir, oxumalıdır, əzbərləməlidir. Özü öyrəndiyini, əzbərlədiyini en birinci şəkildə əməl etməlidir ki, o elmə neynəsin? Həqiqi o elmə yiyələnsin. Ona göre elm almaq, təkcə müəllim mənə bugün 1 saat ders verdi. Mən bu müəllimin verdiği dərslə gedim evə, o dəftəri də atım evdə bir küncə. 3 gündən, 2 gündən sonra müəllimin dersinə təkrardan gəlim. Müəllimin qabağında, müəllim məndən soruşanda ki, keçən dərs mən sənə nə vermişdim? Müəllimin üzünə baxa-baxa durursan ki, müəllim keçən dərs mənə nə vermişdi? Xeyr, elə elm gəlinməz. Elə elmə insan yiyələnməz. Müəllim bugün ders mi verdi? Eve gidip birinci işin okumak olsun. Okuyursan, o vakte kadar ki artık okuduğun senin beyninde ezber olur. Sonra müəllim sənə verdiği elmi tekrarlamağın,
oturanda, duranda, gezende, mektebe gidende, mektepten gelende, boş vakti müəllimin verdiği o çalışığı, tapşırığı tekrarlamak. Bil ki tekrar ilmin anasıdır. Ne kadar tekrarlayarsansa öğrendiğin şey, o kadar öğrendiğin şey senin hafızende, yaddaşında bir o kadar güçlü kalar. Tekrarlıysan, sonra eğer əməllə bağlıdırsa müəllimin verdiği ilim, onu əməl eləyirsən. Əməlində yaşayırsan, tətbiq eləyirsən, həyatında yaşayırsan, o zaman o ilim daha xeyirli, bərəkətli olar, daha qalıcı olar səndə. Və o öyrəndiyin ilim sənin üçün və başqaları üçün xeyirli, bərəkətli olar. Demək, ilim almaq təkcə ictihad, çalışmaq. İmam Şafii rahmetullah deyir, çalışmaq, çox çalışmaq. Demək, insan yatıp çalışmaq olar mı? Yox. Oyuncaqla, bugünkü gündə telefonla, oyunlarla oynayıp, internete girip, sosyal şəbəkələrdə telefonla məşğul olup, insan elmi əldə eləyər mi? Xeyr. Demək, elmi əldə etmək üçün bütün bu elimin gəlməsinə mani olan şeylərdən qırılmalıdır insan. Onları atmalıdır bir kənara. Ki mən həqiqi şər'i, Allah'ın elmini, Allah'ın dinini öyrənirəm. Mən Kur'an'ı, ayətləri, Allah'ın kəlamlarını əzbərləyirəm. Mən Allah'ın kəlamını oxuyuram. Bugün oxuyuram, əzbərləyirəm, həm əməl eləyirəm, sabah da Allah'ın izni ilə ona dəvət eləyəcəm. Bu niyyətlə öyrənərsənsə, Allah-u Teala öyrəndiyin elmə bərəkət verər. Sonra da insan bilməlidir. Elm təkcə əzbərlə olmur. Gərək oxuyasan. Oxumaq, qiraə. Həm görə oxuyasan. İndi ola bilər insan, deyə bilərsiniz ki, yaxşı, kör insan necə elmə yiyələnir? Onun da yolları var. Ona da oxunur, o da dinləyir, dinləyə, əzbərləyir və ilah. Belə elmi öyrənir. Söhbət bizim gözü görən, qulağı eşidən, dili danışan, elm almaq istəyən balalarımızdan və ya özümüzdən gedir söhbət. Demək, bu insan həm görə oxumalı, həm əzbərləməli, həm eşitməli, həm onu əməl etməli, həm də Allah'ın izni ilə, gözəl şəkildə, hikmətlə ona dəvət edərsə, o öyrəndiyi elm onda qalıcı və bərəkətli olar. Demək, ictihad, çox çalışmaq, elm almaq üçün çalışmaq. Demək, çalışqanlığın əksi nədir? Tənbəllik. Tənbəl olana elm gələrmi? Əlbəttə gəlməz. Yatıb yuxlayana elm gələrmi? Əlbəttə ki, gəlməz. Səhlənkar olana elm gələrmi? Əlbəttə gəlməz. Ona görə səy eləməlidir, çalışmalıdır, səy göstərməlidir. Çox çalışmalıdır ki, o elm əldə eləsin. Sonra və buluğa. Baxın, və buluğa. Elm almaq üçün o insana, elm alan insana, elm aldığı müddətdə, elm aldığı zaman onun ehtiyacının ödənməsidir. Yəni, insanın əlində bir ehtiyac, məsəl üçün insan elm almaq istəyir. Elm almaq istəyən insan bir yola çıxır. Bu yola çıxdığı zaman onun elm aldığı müddətdə onun ehtiyaclarının qarşılanması, yeməsi, içməsi, qalması bu qarşılanmalıdır. Yəni, elm alan insan ya yeməsini fikirləşməməlidir, ya içməsini fikirləşməməlidir, ya geyimini fikirləşməməlidir, ya qalacağı yerini fikirləşməməlidir, ya onun müəyyən ehtiyac, ailəsi varsa, övladlar varsa, ailəmi, övladlarımı necə yedizdirəcəm, necə onları baxacam, necə onların ehtiyaclarını ödəyəcəm deyə düşünməməlidir. Baxın, qardaşlar, bu, bugünkü gündə bizim dəvətdə olan qardaşlarımızın da ehtiyaclarının ödənməsinə aiddir. Onların da ehtiyacları ödənməlidir. Ki, öyrəndikləri elmi Allah'ın izniyle gözəl şəkildə insanlara dost doğru şəkildə
çatdıra bilsinlər deyə. Nə qədər qardaşlarımız var ki, bu sıxıntıdan dolayı, ehtiyaclarından dolayı, elmindən, dəvətindən qalıblar. Əgər biz qardaşlarımızın xüsusən də elm alıb, şərii elmi dosdoğru şəkildə, sələfi salihinin yolu üzərində, mü'tədil, ədalətli, orta yol üzərində, ədalətli, sələfi salihinin yolu üzərində öyrənib gələn tələbələrimizin ehtiyaclarının qarşılanması. Əgər onların ehtiyacları qarşılanarsa, onların ehtiyacları ödənərsə, onlar da öyrəndikləri elmi gözəl şəkildə insanlara Allahın izni ilə təbliğ edə bilərlər. Gərək elm alan insanın bu dərdi olmasın. Ehtiyacım necə olacaq? Mən nə yiyəcəm, nə içəcəm? Aləmi necə dolandıracam? Nə bilim, sıxıntılarım, problemlərim, borclarımı necə ödəyəcəm deyə bir dərdi olmaması onun həm elm almasına, həm də öyrəndiyi elmi dosdoğru şəkildə insanlara təbliğ eləməsinə, çatdırmasına köməkdir. Zəkəun və hirsun və iştihadun və bulğa. Demək, İmam Şafii rəhməllah deyir ki, ey qardaşım, elmə yiyələnə bilməzsən, bu 6 şey olmadıkça, zəkalı olman, öyrəndiyini əzbərləmən, və hirsun, elm almağa həris olman, can atman, və iştihadun, çox çalışman, və bulğa, elm almaq yolunda ehtiyacının ödənməsi, və sohbətu ustazin, insan bilməlidir. Və sohbətu ustazin, alimlərin dizinin dibində oturub, onlardan elm almaq, alimlərə mülazim olmaq, alimlərin dodaqlarından, ağızlarından elm almaq, onların dizlərinin dibində oturmaq, onlardan faydalanmaq, onlardan bəhrələnmək, onlardan o elmi onların ağızlarından almaq və bir alimlə də kifayətlənməmək, çox alimlərdən elm almaq. Və ən axırıncı, 6-cı da və tulə zəmən. Elm qısa bir müddətdə gəlməz qardaşlar. Uzun bir müddət. Elm almaq yolunda gərək insan səbr etsin. Uzun bir müddət səbirlə elmi təhsil eləmək üçün, elmi almaq üçün, elmi öyrənmək üçün uzun bir vaxtın, uzun bir müddətin keçməsi. Deyə bilərsiniz ki, bir insan bir dənə şeyhdən dərs alır, amma uzun bir vaxt keçir. Xeyr, insan elmi alır, o elm bir şeyhdən də almır, bacarıb nə qədər çox şeyhdən elm alarsa, çox şeyhlərdən, çox alimlərdən bəhrələnərsə, onlardan istifadə edərsə, bir o qədər daha çox elmə yiyələnmiş olar Allahın izni ilə. Və tulə zəmən, uzun bir müddət gərək səbir etsin. Çünki elm almaq səbri gərəkdirir. Səbirsiz insana elm gəlməz. Qısa bir müddətdə də elm gəlməz. Gərək insan elm yolunda səbirli olsun. Elm almağı, elm təhsil etməyi, elmi qazanmağı həm alimlərin dizin dibində səy etməli, çalışmalı, uzun bir müddət onların dizin dibində oturmalı, həm də Allahu Teala'dan istəməlidir ki, o mənfəətli, xeyirli, bərəkətli və qiyamət günü öz leyhinə hüccət olacaq elmi əldə etsin. Elm insanın əleyhinə də ola bilər, lehinə də ola bilər. Əgər biz öyrəndiyimiz elmin lehimizə qiyamət günü olmasını istəyiriksə, gərək Rabbani alimlərdən öyrəndiyimiz o elmi dosdoğru şəkildə Allahın izni ilə o əmanəti insanlara ən gözəl şəkildə hikmətlə gərək çatdıra bilək. Əgər belə olarsa, Allahın izni ilə, Allahın müvəffəqiyyəti ilə, Allahın yardımı ilə ola bilər ki, o elm qiyamət günü bizim lehimizə hüccət olacaq elm olar. Və insan bilməlidir ki, öyrəndiyi elmi özü əməl etmədikcə o elmdən ona fayda olmaz. Gərək elmimin
öyrəndiyimiz elmin faydalı olmasını istəyiriksə, ən birinci şəkildə özümüz ona əməl etməli, sonra da onu gözəl şəkildə hikmətlə başqalarına aşılamalıyıq. Allahu Teala'dan istəyirəm, Allah bizi eşidib faydalanan qullarından etsin. Vallahu Teala a'la və a'lem və sallallahu ala nebiyyina və səlləm. Subhanakallahumma və bihamdik. Nəşhədu ən la ilahe illa əntə. Nəstəğfiruka və nətubu ileyk.